sosial çətinliklər də vardır, iqtisadi, sosial çətinliklər də vardır. Ona görə də biz beynəlxalq əməkdaşlıqların olmasını təşviq etməliyik. Birləşmiş Millətlər Təşkilatlığı, missiyalar çərçivəsində əməkdaşlıq etməliyik ki, əlaqələrimizi möhkəmləndirək və öz problemlərimizi həll edə bilək. Beynəlxalq razılaşmalar vardır. Məsələn, Qatarda biz 7-dən çox beynəlxalq razılaşmalarımız vardır və hökumətimizi biz təbrik edirik ki, daha çox bu razılaşmaları əldə etsin, bu sənədləri imzalasın və Azərbaycan əlbəttə ki, suverenliklə bağlı bütün bu anlaşmaları imzalayır, qoşulur bu əməkdaşlıqlara, beynəlxalq əməkdaşlıqlara Birləşmiş Millətlər Təşkilatı çərçivəsində. Bu doğrudan da çox vacibdir ki, insanlarımızı qoruyaq, mübarizə aparaq. Problem ondan ibarətdir ki, bəzən olur ki, suverenlik çərçivəsində bəzən nəsə toqquşmalar ola bilər maraqlarımız çərçivəsində, amma bu bizi daha güclü edir, bir-birimizə inamı artırır, bu əlaqələrin olması, inkişaf etdirilməsi və ona görə də biz hökuməti ən azı təşviq etməliyik ki, bu əməkdaşlıqların sayını artırsın Birləşmiş Millətlər Təşkilatı çərçivəsində və beynəlxalq komitə çərçivəsində də həmçinin. Qatarda yəni biz burada ona görə gəlmişik ki, öz təcrübələrimizi sizinlə bölüşək. İnsan hüquqları ilə bağlı Qatarda onu deyə bilər ki, biz inanırıq ki, suverenlik və insan hüquqları ayrılmaz bir mövhumlardır və insanları qorumaq üçün, güclü dövlətçiliyin olması üçün və onların əqidəsini qorumaq üçün və insan hüquqlarına hörmət etmək doğrudan da çox vacibdir ki, bununla da biz daha çox inam əldə etmiş oluruq. Biz Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlıq edirik və beynəlxalq razılaşmalar əldə edirik. Dediyim kimi və əlbəttə ki, ədaləti bununla da bərqərar etmiş oluruq, beynəlxalq səviyyədə hörməti təmin etmiş oluruq. Qatarda əlbəttə ki, bizim bu yanaşmamız çox güclüdür. Biz beynəlxalq partnyorlarla çalışırıq və öz mədəniyyətimizi qoruyuruq, dəyərlərimizi qoruyuruq və bu bizim milli dəyərlərimizdir, qərarlarımızdır və bu balans çox vacibdir. Bu Qatar milli vizyonunun bir hissəsidir 2030-cu il üçün nəzərdə tutulan xanlar və cavablar. Bizim əməkdaşlığa bugün ehtiyacımız vardır və güclü milli sistem yaratmalıyıq. Suverenlik 21-ci əsrdə o deməkdir ki, biz güclü institutlara malik olmalıyıq, güclü dəyərlərimiz olmalıdır və texnologiyadan ağlı şəkildə istifadə etməliyik ki, insanlarımızı da qorunmuş olaq. Mən bu konfransa uğurlar arzu edirəm, təşəkkür edirəm.